Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebu'l Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibin tahirin el masumin el mukerremin siyyumel huccah bekiyetillah fil aradin ruhi ve ervahul alemin li turabi maqdamihil fida ve la'netullah ala a'daihim ecma'in minel ana ila kıyami yevmiddin. Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Dünən qeyd elədik ki, biz insanlar üçün ləzzət tələbli mövzusu, məsələsi fitri bir məsələdir. Biz insan olaraq ləzzət tələb yaranmışıq. Hər birimiz içimizdə ləzzət tələbli hissi var. Və bugün həyatın mühərriki məhz bu ləzzət tələbli idi. İnsanlar onlara verilən ömür payını ləzzət içində yaşamaq istəyirlər. Bu təbii bir istəkdir. Heç kəs bu istəyə qarşı çıxa bilməz və çıxmamalıdır. Allahın insanlara ayırdığı ömür payını insanların ləzzət və xoşluq içində yaşamaq haqları var. Bu insanların hüququdur. İnsanların əsas istəyidir. Əxlaq fəlsəfəsi oxuyanlar bilir ki, bəzi cərəyanlar var, deyirlər, insan həyatında əsas amil ləzzətdir. Onlarla bir məsələdə razılaşmamaq olar ki, onlar yalnız maddi ləzzətləri qabardırlar bir çox hallarda. Bəzi cərəyanlara aiddir bu məsələ. Bununla razılaşmaq olmaz, amma ləzzət bir məfhum olaraq insan həyatının ən mühüm amillərindən biridir. Sadəcə sual bundadır ki, hansı ləzzətdən söhbət getməlidir? Bunu müzakirə eləmək olar. Ki, ləzzət dedikdə nəyi nəzərdə tuturuq? Bu barədə danışmaq olar. Və hamı etiraf edər ki, mənəvi ləzzətlər maddi ləzzətlərdən üstündür. Sadəcə mənəvi ləzzətlərə çatmaq üçün insanın çalışması lazımdır, zəhmət çəkməsi lazımdır. İnsan öz üzərində çox işləməlidir ki, mənəvi ləzzətlərə çata bilsin, mənəvi ləzzətləri dada bilsin. İnsandan zəhmət tələb eləyir. Hər hansı bir din insanların ləzzətini təmin edə bilməyəcəksə, digər tərəfdən də bəzi ləzzətlərdən insanları məhrum edəcəksə, o din insanların içində rəğbət qazanmayacaq. Bir din gəlirsə, insanları bir sıra ləzzətlərdən məhrum eləyir və əvəzində daha ali ləzzət vermirsə, o din məsxərə obyektinə çevriləcək. O din dözülməz bir şey olacaq insanlar üçün, yükə çevriləcək. O din inkişaf eləyə bilməyəcək. Əgər din insanları bəzi ləzzətlərdən məhrum eləyirsə, əvəzində daha ali ləzzətlər verməlidir. Yoxsa yaşaya bilməyəcək, yayıla bilməyəcək. Və bu dinə elə insanlar cəzb olunacaq ki, çox təhlükəli və qorxulu insanlardır. Oyunbaz insanlardır. Bunu izah eləməyə çalışacağım. Niyə? Bir din ki gəlir, deyir, filan şeyləri eləmə, bu ləzzətlərdən imtina eləməlisən. Əvəzində daha üstün bir ləzzət vermirsə, bəxş eləmirsə insanlara, o dinin yaşamaq haqqı yoxdur. Yaşaya da bilməyəcək. Qalacaqsa da o dinə gələn insanlar çox təhlükəli və hoqqabaz adamlar olacaq.
Din təbii olaraq gəlir, bəzi ləzzətləri insanlara qadağan eləyir. Bunu başa düşmək olar. Amma din gəlib nəyisə qadağan eləməmişdən öncə əvvəl müəyyən eləməlidir ki, mən sənə nə bəxş eləyirəm, nə verirəm ey insan. Bunu verirəm, buna görə ondan imtina eləməlisən. Birinci bunu təyin eləməmiş, qadağadan başlayacaqsa, məhrumiyyətdən başlayacaqsa insanları cəzb eləməyəcək. Bir din hey gəlir deyir filan şey eləmə, eləmə, eləmə. Əvəzində daha üstün bir şey təklif eləmirsə, o dinin yaşamaq haqqı yoxdur. Və bu dinə kimlər cəzb oluna bilər? Çox qorxulu və təhlükəli insanlar, batini eybəcər olan insanlar. O insanlar cəlb olunacaq bu dinə ki, hansısa ləzzətlərdən imtina ediblər, zahiri günahlardan. Gəliblər dinə ki, din vasitəsilə nəsə bir mövqe və məqam əldə eləsinlər. Özlərinə bir gün ağlasınlar din hesabına. Axı, məntiqsiz bir şeydir. İnsan bir sıra ləzzətlərdən imtina eləyir, fədakarlıq eləyir. Əvəzində bir şey almırsa dindən, deməli, nəsə şübhəli məqam var. Şübhəli məqam da budur ki, bu insanlar gəlir, bir sıra zahiri, maddi ləzzətlərdən imtina eləyir, dindədir. Əvəzində neynir? Əvəzində din vasitəsilə özünə bir gün ağlamaq istəyir. Daha gizli bir istəyini təmin edir, məqampərəstlik istəyini. O insanlar zinakar və şərab içən insanlardan daha təhlükəlidirlər. Zinakarın, şərabxorun heç bir təhlükəsi olmaz dinə. Amma bu insanlar dinin başının bəlasıdırlar. Baxırsan haram iş görmür, günah iş görmür, günahlardan keçib. Amma dərhal allanma. İmam Rıza aleyhissalam buyurur ki, la təğurrənnəhum, bunlara aldanmayın. Bunların zahirinə aldanmayın. Onları araşdırın, axtarın. Bu insanların çoxunun ürəyində məqampərəstlik var. Məqam xəstəsidirlər bu insanlar və o məqama din vasitəsi ilə çatmaq istəyirlər və bu yolda etibar qazanmaq üçün günah eləmirlər. Hörmət qazanmaq üçün günah eləmirlər. Günah eləmirlər ki, insanların hörmətini qazanıb ondan sui-istifadə eləsinlər. Qəribə varlıqdır insan. Bəzi insanlar var, günahı tərk eləyir ki, etibar qazansın. Sonra bu etibardan istifadə eləyib elə oyunlar çıxartsın ki, heç bir şərab içən oyunu çıxartmaz. Heç bir qumar oynayan oyunu çıxartmaz. Biz bir dənə tribuna qoyaq, insanları dəvət eləyək, öz dinimizin məramını elan eləyək. Deyək ki, bizim dinimiz filan ləzzətləri qadağan eləyir. Filan ləzzətlərə bizim dinimiz müxalifdir. Amma bundan sonra insanların içində olan təbii ləzzət istəyini cavabsız qoysaq, normal adamlar bu dinə gəlməyəcək. Saxtakarlar gələcək dinə. Gələcəklər ki, burada oyun çıxartsınlar. Əgər biz elan eləyirsə ki, nədənsə insanları məhrum eləyirik, mütləq əvəzində daha ali ləzzət verməliyik. Çünki ləzzət tələbli fitri istəkdir. O boş qalsa mümkün deyil. Boş qala bilməz. O təmin olunmalıdır. Əgər din ancaq məhrum eləyir, əvəzində bir şey vermirsə, çox saxtakar və təhlükəli insanlar doluşacaq dinin içinə. Və bu çox böyük bir baha başa gələcək din üçün və din əhli üçün. Bir sıra insanlar deyir, mən razıyam bütün bu haramlardan imtina eləyim, amma başqa bir məqama çatmaq üçün. Cəmaat içində hörmət qazanım desinlər, maşallah, bu heç günah eləmir, o etibardan sonra sui-istifadə eləyim. Din hesabına güzaran keçirdim, gün keçirdim. Bəzi insanlar var, üzr istəyirəm, bəzi ifadələr işlətməyə məcburam. Başqa cür olmur, başqa söz tapa bilmirəm deyə bu ifadələri işlədirəm. Bəzi insanlar var, bir dənə də günah eləmir, baxırsan həyatına. Amma o qədər alçaq və şərəfsiz insanlardır.
bir şərəf insanlardır. İmam Rıza əleyhissalam deyir ki, Allah bu insanlara lənət eləsin. Günahkarlara lənət oxumurlar, məsumlar. Amma bu insanlara Allahın lənəti olsun buyurur. Hünərin var, bunları moizə eləyəsən. Hünərin var, bunları təqvaya dəvət eləyəsən. Hünərin var, bunlara deyəsən, gözün üstə qaşın var. Deyəcək, mən bir dənə də günah eləmirəm. Hansı təqvadan, əxlaqdan mənə dərs deyirsən və düz də deyir, günah eləmir. Amma bu yaxşılıqlarının arxasında öz eybəcər mahiyyətini gizlədir. Zahirən yaxşı əməllərin arxasında öz çirkin mahiyyətini gizlədir. Öz eybəcər mahiyyətini gizlədir. Və çox təhlükəli dindarlardır bunlar. Dırnaq arası dindarlar. Görürsünüz, ləzzət mövzusu nə qədər önəmlidir. İnsan və cəmiyyət nədənsə ləzzət almalıdır. Bu, insanın ən ibtidai istəyidir. Və indiyəcən səhv təbliğ olunub ki, din deyib bu ləzzət yoxdur, ləzzətlərdən imtina elə, inşallah gedərsən cənnətdə sənə ləzzət verəcəklər. Belə din heç kəsə lazım deyil. O din ki, dünyada mənə ləzzət bəxş eləmir, o din deyil. O din axirətdə də insanın köməyinə çatmaz. Din əleyhinə təbliğatın qarşısını almağın yeganə yolu din vasitəsilə insanlara ləzzət bəxş eləməkdir. Çünki çox zaman dinsizliyə dəvət eləyənlər məntiq müstəvisində eləmir bu dəvəti. Ləzzətdən istifadə eləyib, ləzzət tələblikdən istifadə eləyib insanları günaha çəkir. Onları silahdan məhrum eləmək üçün insan gərək dindən ləzzət alsın ki, onların ləzzət dolu çağırışlarına, aldadıcı dəvətlərinə getməsin, aldanmasın. Bir adam cəmaatı ləzzətə çəkir günaha, dində olan insanlar desin ki, biz sizdən çox ləzzət alırıq, nə ilə məni aldatmaq istəyirsən? Amma bəzi dindarlar var, bir ayağı dindədir, bir ayağı fəsadda, günahda. Çünki bu onu təmin eləyə bilmir. Odur ki, hər göz qamaşdıran dəvətlərə ya ürək bağlayır, deyir, da neyniyim, cəhənnəmdə yandıracaqlar, yoxsa könül xoşluğu ilə bu günahlar eləyərdim. Gözü günahda qala-qala ibadət eləyən adamlarımız çoxdur. Çünki dindən xoşluq görmürlər, ləzzət görmürlər. Dindarları dində sabit qədəm eləməyin yeganə yolu onların ləzzət tələblik hissinin din vasitəsilə təmin olunmasıdır. Cild kitab yazsan, məntiq gətirsən, haqqın haqlığına, dinin haqlığına, bu olmasa xeyri yoxdur, inanın mənə xeyri yoxdur. Heç kəs o kitabları oxumayacaq. Oxusalar da bir nəzəriyyə kimi oxuyacaqlar. Allah var filan dəlilə görə, qiyamət var filan dəlilə görə. Bunlardan cild kitab yazılsa belə, onu praktik olaraq ləzzətini dadmasa, o kitabların təsiri olmayacaq. Biz uduzacağıq həmişə, hər zaman. Və həmin o təhlükəli dindarların ifşa olunmasının da yeganə yolu dindən ləzzət alan bir dəstə insanın formalaşmasıdır. Ki, onların kölgəsində bu insanların kimliyi üzə çıxsın. Bunların eybləri çox gizlidir və din vasitəsilə eyblərini gizlədirlər. Onlar heç vaxt dindən ləzzət almayacaqlar. Amma bunun müqabilində bir dəstə insan formalaşsa ki, dinlə nəfəs alır, dinlə zövq alır, onun o məstliyi bu birilərin çirkabını üzə çıxardacaq. Bu birilər istər-istəməz qəzəbini büruzə verəcəklər onlara qarşı. Mütləq olar. Onların ifşa eləməyin yeganə yolu budur. Kərbəlada da həmin hadisə baş verdi. Dinin içində dindən məst olan, dindən ləzzət alan, din vasitəsilə mənəvi zövq alan insanlar çoxalarsa, din içində olan hoqqabazlar tez ifşa olunacaqlar, tez tanınacaqlar. Çünki onlar dərhal öz çirkin mahiyyətlərini ortaya qoyacaqlar. Dedi, yaxı, onlar ləzzət alan insanlardan xoşu gəlmir. Onlar öz kinlərini ortaya qoyacaqlar, öz qəzəblərini üzə çıxardacaqlar. Ləzzət çox mühüm mövzudur. Ləzzət olduqca mühüm mövzudur. İnsan ləzzət almaq istəyir. Bu insanın haqqıdır. Allah insanı belə yaradıb. Heç kəs qınamasın ki, insan niyə ləzzəti xoşlayır. İnsanda bu fitri hissdir. Biz qərbliləri çox tənqid edirik. Qərb həyat tərzini çox tənqid edirik. Bəzən də deyirik, onların aldığı ləzzətlər düz deyil, qadağan edirik o ləzzətləri.
Deyirik, insan gedib diskotekada əylənib ləzzət almamalıdır. Haqlı deyirik. İnsanın ləzzəti bu şeylərdə deyil, eyş-işrətdə deyil. Bəs sual versələr, bəs nədədir? Bizim problemimiz budur ki, bunun cavabını deyə bilmirik. O saat deyir, axirətdə. Yaxşı, sən bunlardan insanları məhrum elədin, əvəzində nə təqdim edirsən? Sən özün nədən ləzzət alırsan bəs? Sən özün nədən ləzzət alırsan? Sual verərlər, insan dindar olarsa nədən ləzzət almalıdır? Ləzzət almamalıdır. Axı bu istək var insanın daxilində. O yollardan biri Əhl-i Beytin məhəbbətidir. Yadınızdadırsa cümələrin birində mən danışmışdım. Bax, bu əzadarlıq, sinə vurmaq, bu mərasimlər dinə hərarət verir, istilik gətirir. İmam Hüseyin əzasını çox cəhətdən təhlil eləmək olar. Mən bugün ləzzət cəhətindən təhlil eləmək istəyirəm. Ləzzət baxımından yanaşmaq istəyirəm bu əzadarlığa. Bu dinə istilik qatan, hərarət qatan, ləzzət bəxş eləyən bu əzadarlıqdır. Əhl-i Beyt məhəbbətidir. Bir din ki, bir neçə fəlsəfi göstərişdən ibarət olacaq. Bir neçə əqli, fəlsəfi, belə deyək, nəzəriyyədən ibarət olacaqsa, yanında hiss olmayacaqsa, yanğı olmayacaqsa, o din ölmə məhkumdur. O sönük bir nəzəriyyədir. Dini yalnız fəlsəfi nəzəriyyə kimi qəbul eləyəriksə, yanında hərarət, yanında emosiya, yanında hissiyat, yanında alışıb yanmaq olmayacaqsa, o din quru, belə deyək, nəzəriyyə toplusudur ki, heç kəsə maraqlı deyil o din. Bu dinə hərarət bəxş eləyən Əhl-i Beytin məhəbbətidir. İmam Hüseynin əzadarlığıdır. Əzadarlığın bütün cəhətlərini kənara qoyuram. Əzadarlıq ən başlıca xüsusiyyətlərindən biri budur ki, dində ləzzət gətirir, dini ləzzətli eləyir insanlar üçün. Bu qədər təkid eləyiblər hədislərdə ziyarətə, əzadarlığa. Çox təkid eləyiblər. Peyğəmbərdən tutmuş, İmamların hamısı əzadarlığı ən təkid olunmuş əməl kimi təqdim ediblər. İmam Hüseynin ziyarətini, imamların ziyarətini. Hətta bir dəfə məclis təşkil olundu İmam Cəfər Sadiq əleyhissalamın evində. Məddaha çağırdılar ki, məd oxusun, İmam Hüseyin əleyhissalamdan rozə oxusun. İndi rozə deyilir. Rozə bir kitabın adından götürülüb, sonradan rozə adlanıb. Yəni, Əhl-i Beytin müsibətlərini zikr eləsin. Deyir, oturdu İmam Sadiqin huzurunda biraz rəsmi oxumağa başladı. Rəsmi. Çünki özünü topladı, imamın huzurundaydı. İmam onun sözünü kəsdi, dedi, biz olmayanda öz məclislərinizdə necə səmimi yanırsınız, ağlayırsınız, o şəkildə oxumağı istəyirəm. Dinin yanında, dinin içində bu hərarət olmalıdır ki, din qalsın. Bu hərarət olmasa, din quru hökmlər toplusuna çevrilir. Ləzzətdən məhrum olur insan. Siz deyə bilərsiniz ki, bu da söz danışdı da, məsələn, gəldi, dedi ki, dindən ləzzət almaq matəmdədir, qəm gətirdi ortaya, qəmi ləzzət amili kimi təqdim elədi. Əvvəla mən demirəm ki, yeganə ləzzət vasitəsi əzadarlıqdır və gecə-gündüz işimiz ağlamaq olmalıdır, xeyr. Mən yollardan birinə işarə eləyirəm. Bu birinci məsələ. İkinci məsələ, bizim qəm haqqında düşüncəmiz yanlışdır. Ümumiyyətlə, kim dedi ki, qəmin bütün növləri acıdır? Bu fikri kim salıb bizim beynimizə? Niyə biz qəmdən ləzzət al? Mən bugün bir verilişdə danışdım, gördüm kimisi orada oturanlar təəccübləndi, sonra da sözümü təsdiq elədilər. Mən deyəndə ki, qəmdən ləzzət almaq gördüm ki, üzlərinin ifadəsi də dəyişdi ki, necə ola bilər? Amma sonradan bir qədər dinləyəndən sonra, fikir mübadiləsi olandan sonra dedilər ki, çox doğrudan da məsələn orijinal bir fikirdir. Hərçənd ki, məncə mən belə bir dərin bir fikir deməmişəm. İnsanın qəmdən ləzzət alması yeni bir məsələ deyil. İnsanın ləzzətinin bir qismi də qəmdədir. Qəmin verdiyi ləzzəti çox vaxt şadlıq verə bilmir və qəmin içində bir şadlıq da var. Ona görə qəmə can atırıq biz.
Siz bura gəlmisiniz çünki qəmə can atırsınız. Mən yenə deyirəm, heç bir savab sizi bura gətirməyib. Mən and içərəm. Çoxları var ki, il ərzində gözləyir bu günləri, əməlli başlı gözləyir. Ki, gəlsəydi, o ləzzətli anları yenidən yaşamaq istəyir. Bax, bu qəmin sirridir. Yəqin ki, çoxu başını yerləyir, çünki bunu yaşamışıq biz. Təsdiq edirsiniz mənim sözüm. Mən ki, başqa planetdən gəlməmişəm. Biz bir yerdə yaşamışıq və bu hissləri bircə keçirtmişik. Qəmdə xüsusi bir ləzzət var, hərarət var. Qəm həm də ləzzət vasitəsidir. İki məclis baxın, götürün. Biri eyş-işrət və fəsad məclisi. Oradakılar zahirən keyf çəkirlər, ləzzət alırlar. Bir tərəfdən də qəm məclisi. Mən sizi əmin edirəm ki, bu məclisdə olanların ləzzəti onlardan qat-qat artıqdır. Onlar oradan çıxandan sonra ruhları nə vəziyyətdə olur, hansı sıxıntılara, depressiyaya düşürlər. Bunların ruhu nə qədər səfalı olur, nə qədər belə deyək, xoşluq içində məclisi tərk edirlər. Bunu sadə müqayisədə görmək olar. Din insana ləzzət bəxş eləməlidir. Din insana ləzzət bəxş eləməsə, qorxulu əjdahalar gəlib dinin içinə daxil olacaqlar. Bilirsiniz nəyə görə? Bayaq dedim. Ona görə ki, bir insan ləzzətdən imtina eləyib, müqabilində ləzzət almırsa və dində qalırsa, o iki haldan birindədir. Ya arada günah eləyir, o ləzzət tələbli hissini təmin eləyir, ya da günah eləmirsə, daha dərində olan məqampərəstlik keyfini aparır, nəfsini dinlə qane eləyir, əlini öpürlər, zövq alır, buyur yuxarı başa zövq alır, pul qazanır, din hesabına zövq alır, Hacı, Məşədi, Kərbəlayı, bu cür şeylərdən zövq alır və bu ən təhlükəli varlıqdır. Ən təhlükəli varlıqdır. Mən sizə sual verirəm ki, ay möminlər, ey iman əhli, siz filan məclisə getmirsiniz, siz filan haram işi görmürsünüz, filan haram işi görmürsünüz, bəs nədən ləzzət alırsınız? Çalışın bu suala cavab tapasınız. Bəs nədən ləzzət alırsınız? Axı bu tələb sənin içində var, boş qalmayacaq. Nə ilənsə onu təmin eləməlisən. Bunu araşdır bax. Çox zaman görürsən ki, biz elə günahlarımızı ona görə davam edirik ki, din o hissimizi, o ləzzət tələbliyimizi təmin eləyə bilmir. İnsanın içində olan o təhlükəli xislətlər vay o gündən ki, din vasitəsi ilə təmin olunsun. Onda elə gözəl sözlər danışacaq, öz nəfsinə xatir. Elə biləcəksən, din davası eləyir, amma öz nəfsinə xatir danışır. Tənqidi nəfsinə xatirdir, tərifi nəfsinə xatirdir, ibadəti nəfsinə xatirdir. Bu, din vasitəsi ilə nəfsinə keyf verir, ləzzəti bundan alır. Mən fikrimi çatdıra bilirəm, yoxsa yox. Bilmirəm, nə dərəcədə izah eləyə bilirəm, yoxsa yox. Heç kəsin gözünə namazlı, oruclu, hicablı soxma. Mənə de görüm, nədən ləzzət alırsan? Qiymətin o qədərdir. Namaz şəkil ola bilər, hicab şəkil ola bilər, görüntü ola bilər. Nədən ləzzət alırsan? Səmimi danış, səmimi cavab ver. Ləzzət almağın yollarından biri Əhl-i Beytin məhəbbətidir. Bu olmasa dinin heç bir hökmünün ləzzəti olmayacaq. Bu barədə mən cümədə hədis dedim, qismət olsa gələn gecələrdə o hədisi təkrar yenə də deyərəm. İnsanın Əhl-i Beytə bağlılığı olmasa, Əhl-i Beytə yanmasa namazında hərarət olmayacaq, ibadətində hərarət olmayacaq. Zahirən özünü aldada bilər. Bəzən görünə bilər ki, bir insan Əhl-i Beyti heç qəbul eləmir, xəvaric kimi, amma namazında göz yaşı tökür. Mənəvi ləzzətində yalancısı olur. Şeytan onu ona daddırır, bu elə bilir həqiqi ləzzətdir. Görün, danışdıqca nə qədər məsələ ortaya çıxır. Bir adam Əhl-i Beyti tanımayıbsa, onu sevmirsə, onun dindən ləzzət alması mümkün deyil. Namazda ağlayırsa, hal tapırsa, hədis var ki, kim dində bidət qoysa, ibadətdə xuşusu çoxalar. Xuşu, yəni ibadətdən yalancı ləzzəti artar. Yalancı ləzzəti çoxalar. Aldadıcı ləzzəti. Bunu çox eşitmişsiniz. Həzrət Əli əleyhissalam Kumeyl ilə yol gedir. Kumeyl duası məşhurdur, hamı bilir adını. Kumeyl duasını o nəql eləyib Həzrət Əli əleyhissalamdan. Kumeyl ilə gedir. Kumeyl görür ki, bir nəfər gözəl avazla Quran oxuyur, özdə ağlamaq səsi Quran oxumaq səsinə qarışıb. Ağlaya-ağlaya Quran oxuyur.
Yəni zahirən güya keyf eləyir. Kumeyl ayaq saxlayır, düşür onun səsinin təsirinə. Əli əleyhissalam təxminən yəni bu tərzdədir ki, gəl gedək. Deyərsən, gəl, dayanma, gəl gedək. Kumeyl deyir, ürəyimdə şək yarandı Əli əleyhissalama. Kumeyl üstün adamdır, mən özüm heç kiməm, amma mən bunu bəlkə də nöqsan sayardım Kumeylə. Mənim haqqım yoxdur o dərəcədə fəzilətli bir insandan nöqsan tutum, amma hər halda özü deyir ki, ürəyimdə şək yarandı ki, Əli əleyhissalam niyə belə elədi? Deyir, illər keçdi, Siffin döyüşü qutarandan sonra xəvaricin kəsilmiş başlarının arasından gedirdiyi döyüşdə, yəni öldürülmüş, daha doğrusu cəsədlərinin yanından keçəndə bir cəsədi göstərdi Həzrət Əli əleyhissalam, deyib, bu bilirsən kimdir? O gecə gözəl səslə, avazla, ağlaya-ağlaya Quran oxuyan şəxs. Əhl-i beytsiz dində ləzzət yoxdur, ləzzət varsa da aldadıcı ləzzətdir. Şeytanın təlqin elədiyi ləzzətdir. Eyş-işrətdən alınan ləzzət ondan daha yaxşı olardı o adamlar üçün. Eybi yoxdur, günah eləsəydilər, ondan daha yaxşı olardı. O xavaric bir dənə də günah eləmirdi. Amma içlərində olan o çirkin xislətləri din vasitəsilə təmin edirdilər. İnsanın daxilində ləzzət tələbli hissi var. Dindən insan ləzzət almalıdır. Allah eləməsin, övladın dinsiz olarsa, səbəbini özündə axtar. Övlad sənin gözündə o hərarəti görmürsə ki, atası din vasitəsilə məst yaşayır, xoş yaşayır, gözündə o işarətini görmürsə, o ovlayıb aparacaqlar. Ailədə görmürsə o ləzzət. Təkcə namaz görməli deyil. Biz elə bilirik, dini tərbiyə budur ki, uşaqlarımıza namaz öyrədək, uşaqlarımıza oruc öyrədək, başa salaq, yəni bu əməlləri izah eləyək. Dini təbliğ budur ki, uşaq atasının gözünə baxsın, görsün ki, atasının gözündə o ləzzətin işarəti var. O uşağı dində saxlayacaq. Amma olmayacaqsa, onu rahat ovlayacaqlar və hər şeydə mühitin üstünə yıxmayaq. Tez-tez mühiti günahlandırırıq, amma mühitin üstünə yıxmayaq hər şeyi. Bir immunitet olmalıdır, o immunitet məhz dində olan ləzzətdir. Ki, şeytanın oxunu daşa vurur. Şeytanın oxu o zaman daşa dəyər ki, deyirlər, uzəyyinənlə, dünən dedim, gözəlləşdirib, günahı ləzzət kimi göstərəcəm. Bir adam ki, onsuz da ləzzət alır, onun gözü günaha düşməyəcək. Şeytan özünü nə qədər öldürsə də, bu ləzzətini artıq alır, artıqlaması ilə alır. O adamlar azdıracaq ki, onlar ləzzətdən məhrumdur. İblis dedi ki, qan kimi damarlarında dövran eləyəcəm. Allah dedi, icazə verdim. Ondan sonra dedi ki, onlara vəsvəsə eləyəcəm, hətta ayırt eləyə bilməyəcəklər. Deyəcəklər, öz fikrimdir. Mən belə düşünürəm. Allah dedi ki, düşündü ol. Məcazi mənada desək, Allah nəyə arxain idi? Allah buna arxain idi ki, dininin özünün elə ləzzəti var ki, onu dadanlara heç eləyə bilməyəcəksən. Mən bu dində Əli qərar vermişəm, Hüseyin qərar vermişəm. Bunlardan zövq alan insanlara sən heç eləyə bilməyəcəksən. Sən onları heç cür azdıra bilməyəcəksən. Sən ləzzətlə aparacaqsan, mən ləzzəti artıqlaması ilə dinimdə qərar vermişəm. Sadəcə onu yaşayan insanlar, ona görə deyir ki, şeytan özü deyir, فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ əcməin. And olsun izzəti və hamısını azdıracam. İlla ibadəkə minhumul muxləsin. Ancaq xalislərdən başqa. Xalislər kimdir? O şəxslər ki, dinin ləzzətinə qərq olublar. Onlara mənim gücüm çatmayacaq. Çünki mənim böyük silahım ləzzətdirsə, bunlara təsir eləmir o. Bunlar ləzzətlərini artıqlaması ilə alırlar. Sözümü çox uzatmaq istəmirəm. Dinimiz bu hissi təmin eləməlidir. Eləməsə, insanlar haram ləzzətə tərəf gedəcək. İnsanlar dinə gəlib, dindən ləzzət almasa, ya bir gün dindən çıxacaq, ya dində qalacaqsa, bir ayağı günahda olacaq və yaxud da dində qalacaq ki, oyun çıxartsın, dinin başına müsibətlər gətirsin. İmam Hüseyin əleyhissalam bu ləzzətlərin başlanğıcıdır və sona qədər bizi müşahidə edir. Bir adam bundan da bəhrələnmədisə, ondan heç nə çıxmayacaq. Dinin ən tez bizə ləzzət eləyən amil İmam Hüseyin əzadarlığıdır.
O biri ləzzətlərə çatmaq üçün gərək günahdan təm qutarasan. Amma Hüseyn əzadarlığında belə bir ecaz var ki, günahkarlara da ləzzəti verir, mənim kimlərinə. Onlara da ləzzət bəxş eləyir. Günahdan təmizlənməmiş o ləzzəti insana daddırır. İmam Hüseyn əzadarlığının özünə məxsus xüsusiyyətidir. Onun da səbəblərin keçən il demişəm deyə bir daha qayıtmaq istəmirəm. Ona görə bu qədər savab vəd ediblər. Hərdən bəziləri inanmır. Mən bəka, av əbka, av təbaka vəcəbət ləhul cənnə. Kim ağlayar, ağladar və özünü ağlayanlara qoşarsa, cənnət ona vacib olar. Çünki hər şey bu əzadarlığın içindədir. İnsanlar niyə günah eləyir? Biz elə həmişə deyirik, qınayırıq cəmaatı. Deyirik, günah eləmə, filan şey pis əməldir, filan çox danışırıq, muizə eləyirik. Amma bir dəfə araşdıraq görək, niyə günah eləyir axı bu insan? Deməli, bunun istədiyini din verə bilmir ki, günaha tərəf gedir. Düzdür, bir qrup insan var ki, onlar heç cür hidayət olmazlar. Savaun aleyhim ənzərtəhum əmləm tunzirhum la yu'minun. Onlar iman gətirməzlər. Qorxutsan, qorxutmasan da iman gətirməyəcəklər. Amma bir çoxları günaha nə üçün gedir? Çünki ləzzət almaq istəyir. Bir dəfə ömür verilib ona. Elə bilir ləzzət ondadır. Qarşılığını din vermirsə əvəzini, o gedir günaha tərəf. Bunun üzərində biz düşünməliyik. Sözümü yekunlaşdırıram. Dindən ləzzət almağın ən əsas vasitələrindən biri övliyaların məhəbbətidir və başlıcası da İmam Hüseyn məhəbbətidir. Siz sual verə bilərsiniz ki, bizim mövzumuz Allah zikri idi. Sən gəldin Əhl-i Beytdən danışdın. Mən bunu dəfələrlə demişəm. Allaha necə gedək çıxaq? Məsələ bundadır. Allaha necə gedək çıxaq? Necə gedək o zikrin ləzzətini dadaq? Bir yol olmalıdır, yoxsa yox. Allah bu dostlarını onun üçün qərar verib. Ki, onlar hər şeydən keçməyə hazır olurlar. Tək bizi Allaha bağlasınlar. İmam Hüseyn əleyhissalam dedi, bu ləzzəti insanlara daddırmaq üçün lazımdır 6 aylıq uşağımdan keçim baş üstə. Lazımdır övladlarımdan ki, hər şeyimdən keçim qısası, mən razıyam. Bəhanə olsun ki, bunlar gəlsinlər Allaha tərəf. Övliyalar belə xüsusiyyətə malik insanlardır. Bunların vasitəsi ilə Allah zikrinə getməlidir, alternativ başqa bir yol yoxdur. İkinci bir yol yoxdur. Allahı zikr eləmək ləzzət bəxşdir, çox ləzzətlidir, çox ləzzətlidir. O qədər ləzzətlidir ki, İmam Səccad əleyhissalamın duasıdır. Allaha ərz edir ki, əstəğfirukə min kulli ləzzətin bi qeyri ləzzəti zikrik. Tövbə eləyir. Biz nədən tövbə eləyirik? İmam Səccad nədən tövbə eləyir? Sözün aliliyinə baxın, sözün gözəlliyinə baxın. İlahi, sənin zikrivin ləzzətindən başqa bütün şeylərin ləzzətindən tövbə edirəm, sənə tərəf qayıdıram. Yəni, bu elə bir ləzzətdir ki, girdisə ürəyə, hər ləzzətdən ehtiyatsız eləyir insanı. Hər ləzzətdən ehtiyatsız eləyir. Daha heç nəyə ehtiyac qalmır. Bu insan yiyir, yeməyinin də ləzzəti, yeməyinə də ləzzət verən Allaha yaxınlığıdır. Bilmirəm bunu necə insan dada bilər. Gələk dadsın ki, başa düşsün. Bu zikr bunun maddi həyatına da gəlir, təsiri qoyur. Maddi neymətlərdən də ləzzətini artırır. Bunu dadsa insan hər şey gözündə sönür. Köhnə rəvayətdir. Yəni köhnə deyəndə rəvayətin təzəsi olmaz, amma çox deyilib keçmişdə bu. Hədis gəldi, Həzrət İbrahim qoyun otarırdı. Allah peyğəmbərlərini sadə insanlardan ayırmayıb. Qoyun otarırdı, Cəbrailı göndərir Allah insan cildində. Həzrət Cəbrail gəlir, oturur bir kənarda deyir, Subbuhun quddusun, Allahın adını çəkir. İbrahim elə bil ki, yuxudan ayılır, deyir, o kimdir, o nə səsdir gəlir. Görür bir nəfər oturub Allahı zikr edir. Kimdir mənim məşuqumun adını çəkən? Görür bir nəfər adamdır. Deyir, xahiş edirəm, yenə o adı çəkəsən. Deyir, o adı çəkməyin bir şərti var, qoyunların yarısını mənə verməlisən. Düşünmədən deyir, o sənin, oldu sənin. Yenə də Allahın adını çəkir, Subbuhun quddusun. Bu ləzzət alır, keyf eləyir. Deyir, yenə də deyə bilər, o da mələkdir, onun zikri təsirli olar. Yenə də deyə bilərsən, deyir, qoyunların yarısını da verməlisən. Gözü yumulu deyir ki, verdim.
Verdim deyəndən sonra deyim, mən mələyəm, Cəbrailam. Allah göndərmişdi. Öz bağlılığını, sənin ona bağlılığı imtihan eləsin. Yəni gözü yumulu malından, canından keçir insan. Bu qədər ləzzət bəxş bir şeydir. Bunun ləzzətini dadan adam vallah günaha gözünün ucu ilə baxmaz. Günahın tərəf nəinki getməz. Günah onun gözündən düşər. Günah çirkin bir şeyə çevrilər. Amma birinə denən ki, ay cəmaat, günah eləməyin, gənclərə səhərdən axşamacan moizə oxu ki, filan yerə getməyin, filan günah eləməyin, vallah təsir eləməyəcək, əvəzində nə təqdim eləyirsən, bu mühüm məsələdir. Əvəzində hansı din təqdim eləyirsən, sənin özün ki, günahdan çəkindirsən, sənin vücuduna baxanda, həyatına baxanda bir ləzzət əlaməti var, yoxsa elə acıqlı-acıqlı günləri keçirdirsən, namaz qıla-qıla. Bir zaman deyirlər, dünya dinə gələcək, deyirlər, yox, o Quranın sözüdür. İmam Zaman intizarında yox. İmam Zaman əleyhissalam elə bir cəmiyyət yaradacaq ki, onun ləzzəti bütün dünyanı bürüyəcək. Yəni, insanlar o ləzzət cəzb eləyəcək. Onun özünün və övliyalarının dindən aldığı, mənəviyyatdan aldığı ləzzət. İmam Hüseyn sahabələri hamısı o ləzzəti dadmışdılar. Dadmışdılar və ona görə ayrıla bilmirdilər İmam Hüseyndən. Hər şeylərindən keçməyə hazır idilər. O ləzzəti dadan insanlar idi. O birilər də dində idi. Yezid qoşunu dində idi, də bilirsiniz. Kufəlilər çoxsu o meydanda namaz qılırdı hamısı. Onlar da namaz qılan, bunlar da namaz qılan. Bunlar Allahın zikrinə qərq olub, ləzzət alan, xoşluq keçirdən insanlar, onlar dediyim bu yax ki, o din vasitəsi ilə özünə nəsə əldə eləmək istəyən insanlar. İkisinin qarşı durmasıdır Kərbəla. Onlar çox təhlükəlidir. Mən yenə də deyirəm, şərab içənlərin atasına rəhmət olaraq baxan, heç müqayisə eləmə. O günahkar cavanlar görürsünüz, dindən uzaqdır. Onlar çoxsu yaxşı insanlardır. Onları sadəcə başa salsan gələcəklər. Amma bu dinin içində üzr istəyirəm bu sözüm, sırtılıb bu insanlar. Bunların hidayət yolu çox vaxt bağlıdır. Çünki bunların içi düz deyil, bunlar xəstədirlər. Bunların xəstəlikləri çox dərindir və o xəstəlikləri gizlədirlər namazın arxasında. O biri içki içir, günah eləyir, açıq-aşkar. Mən bunu çox danışmışam. Şeyx Şuşləri deyib, bir sərxoş məni nəsihət elədi. Heç vaxt yadımdan çıxmır. Şeyx Şuşləri deyir, məclisdən qayıdıram əbada, əmmamədə, məhərrəm gecəsi deyirlər bu gecələrdən bir. Mən də xutbə oxumuşam, qayıdıram. Bir də görüm, biri çıxdı qabağıma, heç ayaq üstə dayana bilmir. O divara dəyir, bu divara dəyir, sərxoş vəziyyətdədir. Sözünü də deyərsən ki, ağzı söz tutmur. Deyim, mənə yaxınlaşdı, dedi, şeyx, məni görürsən? Dedim, hə. Dedim, görürsən, nə deyəcək mənə? Məni görürsən? Dedim, hə. Deyim, bax, içmişəm, sərxoşam, zahirim necə, içim də elə. Necə varam, eləyəm. Sən ki, əmmamı bağlamsan, başıva, əba giyinmisən, səndən də soruşuram, sənin də için çölünlə eynidir, mənim kimisən? Deyir, bu günahkarın moizəsi mənə çox təsir elədi. Və getdim, ağladım. Dedim, doğrudan ilahi o düz deyir. Mən göründüyüm kimi deyirəm. Biz olsaq deyərik, sən Allah çəkilsin o yana, ona yuxarıdan aşağı baxarıq. Amma Allah bəzən bir günahkarın dili ilə öz mömin bəndəsini nəsihət eləyir. Cənnət bağlarına tələsin. Peyğəmbər buyurdu. Dedilər, ya Rasulallah, yer üzündə cənnət bağı var, buyurdu, var. O nədir? Buyurdu, məcalisü zikir məclisləri. O məclislər ki, Allah yaduza düşür. Cənnətdəki kimi gedin, keyf eləyin, o məclislərdə iştirak eləyin. Və yenə də o sualıma qayıdıram ki, Allah zikrindən danışırdıq, bəs Əhl-i Beytin zikri gəldi ortaya. İmam Hüseynin zikri gəldi ortaya. Bir hədis deyim, İmam Rıza əleyhissalamdandır. Buyurur, şi'atuna ər-ruhama'u beynəhum. Deyib, bizim tərəfdarlarımız bir-birinə mehribandılar. Əl-ləzinə izə xələv zəkərullah. Bir yerdə cəm olurlar, Allahı zikr elirlər. Yəni, insanlar, cavanlar oturur bir yerdə, oturmaqdan ləzzət almaq lazım. Deyib, bunların da ləzzəti budur ki, bir yerə cəm olurlar, Allahı yad eləyərlər, xoş keçər günləri.
Ondan sonra buyurur ki, İnne zikrena min zikrillah. Bax sözüm buydu. Deyib, bizi yad eləməklə Allahı yad eləməkdəndir. Biz Əhl-i Beyti yad etmək. Allah bunları ona görə qərar verib ki, onlar vasitəsilə özünə tərəf yolu asanlaşdırsın. Axı Allah biraz, yəni bizdən deyildi, Allah hər şeyin fövqündədir. Biz özümüz kimi insanlarla daha rahat tapırıq o yolu. Allah övliyalarını qərar verib ki, biz insanlar ki, dünyada Allahdan ayrı düşmüşük, bu ayrılıq dərdini yüngülləşdirmək üçün Allah el adamlar qərar verib ki, Allahın iyini onlardan alaq. Belə bir söz var da bizim xalqımız deyir, ana deyir ki, məsələn, biri dünyasını dəyişir, oğlu qalır. Deyir, atasının iyini bundan alıram. Allah da övliyalarını qərar verib ki, onun iyini onlardan alaq. Çünki onlar bizim kimi insandır. Onları dərk eləmək daha asandır. Onlar Allahı dərk eləmək yolunu asanlaşdırır bizim üçün. Onlar Allahın xəlifələridir. Allahın sifətləri onlardadır. Onlar Allahın qoxusunu verirlər, belə deyə, məcazi mənada əlbəttə ki, Allahın qoxusu olmaz. Yəni, Allahın o ali sifətlərinin şüası bunlardadır. Bunlar bizə Allaha daha rahat yaxınlaşdırırlar. Odur ki, Əhl-i Beytsizliklə bu yolu getmək mümkün deyil. Şeytan da elə buna cəhd elədi. Çox demişəm bunu. Dedi, sən nə qədər deyirsən, sənə səcdə eləyim. Bu ortadakı kimdir, gətirdin, qoydun ortaya. Dedin, Adəm vasitəsilə. Allah öz övliyasını gətirdi şeytanın müqabilinə. Dedi ki, buna səcdə, bunun vasitəsilə mənə tərəf get. Dedi, yox, ondan da artıq sənə səcdə eləyim, bu bir dənəni aradan çıxar, bununla getməyəcəm. O bir dənə söz kifayət oldu, Allah nə dedi ona? Üzr istəyirəm sizdən, öz dilimizə, sadə dildə tərcümə eləsək, Allah dedi, üzr istəyirəm, rədd ol. Əuzu billahi minəşşeytanirracim, qovulmuş şeytan. Yəni, qovdu Allah onu. Bu bir dənə söz səbəb oldu ki, söz dedi üstündə də kişi kimi dayandı şeytan, axırasan. Allah da onu qovdu. Dedi, sən qovulmuşlardansan, sən Allahın düşmənisən. İndiyə qədər səcdənin arxasında öz eybəcər mahiyyətini gizlətmişdin. Bir dənə Adəm kifayət idi ki, sənin xəbis suyu üzə çıxartsın. Sən namaz arxasında, ibadət arxasında gizlənən rəzilsən, alçaqsan və onu qovdu öz dərgahından. Namazın ləzzətini, duanın ləzzətini, zikrin ləzzətini dadmaq üçün Əhl-i Beytə təvəssül eləmək lazımdır. Bu ləzzəti insanlar dadmalıdır. Allah Əhl-i Beyti onun üçün qərar verib. Ona görə günahkarlar da gəlir Aşura günü. Aşura günü məclislərə baxın, 2 rükət ömründə namaz qılmayanda məscidə gedir. Çünki bu mərasimlər, Allah zikrinin ləzzətini dadmaq çox ali mərhələdir. İmam Hüseyn onu yaxınlaşdırır. İnanın ki, o ləzzət görməsə o əzadarlıqda ayağını qoymaz. Nəsə, özü də bəzən bilmir. Ürəyi istəyir, çəkir, aparır onu. Gedir bir küncdə dayanır, baxır, o zövq alır onunla. İmam Hüseyn dinin, Allah'ın zikrin ləzzətini hətta şərab içənlərə də daddıra bilir. O öz məzlumiyyəti ilə. Allah İmam Hüseynə həm də bunun üçün qərar verib. Öz məzlumiyyəti ilə, öz qanının axıdılması ilə. Sözümü yekunlaşdıran bir hədis İmam Rıza Aleyhisselam'dan deyim. Buyurur ki, istəyirsiniz sən namaza başlayanda namazdan ləzzət alasınız. İmam Rıza Aleyhisselam buyurur. Buyurur ki, namazdan əvvəl niyyət eləyin ki, namazda Allah'ı yad eləyəcəm. Və dalıca buyurur və Allah'ın rəsulunu yaduza salın. Allah'ın peyğəmbərini. Dalıca buyurur ki, vəcəl vahidən minəl əimmə nüsbə əynəyik. Ondan sonra deyir, Allah dostlarına, imamlardan birini gözünün önünə gətir namazdan əvvəl. Onları yad eləmək Allah'ın zikrini asanlaşdıracaq. Odur ki, Ayətullah Behçət deyirdi ki, övliyalardan bir neçəsi vardı. Namaza başlamamışdan qabaq İmam Hüseynə salam deyərdi. Əssalamu aleykə ya Əbu Abdillah. Sonra təkbir deyib namaza başlayardı. İndi bunu kimsə eşidən kimi deyəcək, yenə də şirk elədiniz. Başqa söz bilmir axı. Dediyi söz elə şirkdir. Şirkin ən böyüyünə bulaşıb. Öz nəfsini özünə büt eləyib. Həmin o şirk deyəndən soruşuram, bəs Allah öz ibadətinin içində niyə qərar verib? Əssalamu aleykə əyyuhən nəbiyyü və rəhmətullahi və bərəkət. Peyğəmbərə salam niyə? İbadət Allaha məxsusdur. Niyə ibadətin içində Peyğəmbərə salam göndərməlisən? Mövzumuz Allah zikridir, amma Əhl-i Beyt zikrindən başlayırıq. Çünki Əhl-i Beyt zikri vasitəsilə insan Allah zikrinə tərəf gedir.
Bu yolu asanlaşdıran yeganə vasitə Əhl-i Beyti yad eləməkdir. Odur ki, İmam Hüseyin əleyhissalama əza saxlamağı tövsiyə ediblər və özləri də ağlayıblar. Peyğəmbərdən başlayaq. 14 məsumun hər biri, hətta İmam Hüseyin özü özünə əzadar olub. Ümmü Sələmə deyir ki, Hüseyin balaca uşaq idi. Peyğəmbər yataqda uzanmışdı. Hüseynə mən xidmət eləyirdim. Birdən əlimdən çıxdı, qaçdı babası Peyğəmbərə tərəf. Deyir, mən tutdum Hüseyni, gördüm əlimdən çıxdı, getdi Peyğəmbərin qucağına. Həzrət Peyğəmbər yuxudan oyandı. Deyir, yuxudan oyanan kimi gördüm, ağlamağa başladı Peyğəmbər. Hüseynin köynəyini çıxartdı, başladı sinəsindən, boğazından öpüb ağlamağa. Mən dedim, ya Rəsulallah, deyəsən Hüseyin sizi narahat elədi, yatmışdınız. Dedim, Ümmü Sələmə yox, oxların, nizələrin yerlərindən öpürəm. Xəncərin yerindən öpürəm. Hüseyin əleyhissalam körpə uşaq idi Peyğəmbər bu işi görəndə. Mən kitablarda görmüşəm, Hacı Əkrəm də burada iştirak edir, alimlər təsdiq edirlər. Mən görmüşəm ki, deyir, nə zaman Peyğəmbərin gözü Hüseynə sataşırdısa ağlayırdı istisnasız. İmam Hüseyin əleyhissalamda Allah belə bir xüsusiyyət qoyub, ürəyi qəmləndirir onun adı. Amma şirin qəmdir, acı qəm deyil. Elə bir qəm deyil ki, insan ondan qaçsın. Adam o qəmə tərəf qaçır. Nəsə bir şirinlik qərar verib Allah bu adda. Həzrət Əbəlfəz ağaya biz çox təvəssül eləyəcəyik. Hüseyin yolunda fədakarlığın ən ali nümunəsidir Həzrət Əbəlfəz ağa. Amma bugün də istəyirəm, Seyid hansı hadisədən oxuyacaq, mən müdaxilə eləmək istəmirəm. Həzrət Əbəlfəz ağaya ilk məclislərdə təvəssül eləmək istəyirəm. Hacəti olanlar da çoxdur. Məndən xahiş edirlər ki, dərdimiz var, hacətlərimiz var. Həzrət Əbəlfəz də Babul Həvaicdir, hacətlər qapısıdır. Uşaq dünyaya gəldi Həzrət Əbəlfəz. Əlinin evində dünyaya gəldi. Əli əleyhissalam məsciddə idi. Xəbər verdilər ki, oğlun dünyaya gəlib. Əli əleyhissalam məsciddən qaça-qaça gəldi. 2 dəfə qaça-qaça gəlib, bir xanım Fatimə Zəhranın şəhadət xəbərini eşidəndə. Əli əleyhissalam qaça-qaça gəldi və yolda neçə dəfə yıxıldı. Yıxıldı, durdu ayağa. Bir də Əbəlfəzin doğum xəbərini eşidəndə məsciddən çıxdı, qaça-qaça gəldi evə. Gəldi, gördü anası Ümmülbənin dayanıb uşağın beşiyinin kənarında. Əli əleyhissalam gəldi, vüqarla dayandı oğlunun beşiyinin kənarında, götürdü Əbəlfəzi qucağına, götürəndə qolları göründü, əyildi, qolundan öpdü, ağladı. Anası soruşdu ki, ağacan, bəlkə bir nöqsanı var uşağın, nəsə bir eybi var. Buyurdu ki, yox, bu qollar bir gün Hüseynin yolunda kəsilər. O gözümün önündə canlandı. Əli əleyhissalam dünyadan köçəndə Həsən, Hüseyin, Zeynəb dayanıb Əlinin başının üstündə ağlayırlar. Tez-tez özündən gedir, gözünü açır, birdən baxdı, elə bil kimisi axtarır. Soruşdu ki, bəs Əbəlfəz hardadır? Həzrət Zeynəb dedi ki, qonşu otaqdadır, başını divara söyküyüb ağlayır. O qədər ədəbli idi ki, heç vaxt Zəhra balalarının yanında gəlib dayanmazdı. Elə ədəb sahibi idi. Özünü layiq bilmirdi Fatimə övladlarının yanında dayansın. Gedib qonşu otaqda atasını ağlayırdı. Deyir, Əli əleyhissalam Zeynəbi göndərdi, qızım get Əbəlfəzli çağır. Deyir, gəldi, qollarını saldı qardaşının boynuna, atam çağırır. Əlindən tutdu, gətirdi Əlinin yanına. Əli əleyhissalam gözünü açdı, gördü Əbəlfəz dayanıb ağlayır. Hüseynin əlini götürdü, onun əlini tutdu, qoşalaşdırdı. Dedi, Hüseynin bir yaman günü olar, sənə vəsiyyətin budur, Hüseyni tək qoymayasan. Ona görə də pərvanə kimi o gündən dolanırdı İmam Hüseynin başına. Hüseyin hara gedirdi, Əbəlfəz dalıca düşürdü. Hələ balaca yaşlarından, gənc yaşlarından yəni. Hara gedirdisə Əbəlfəz dalıca düşürdü. Deyirlər,
xanım Ümmülbənin Əlinin huzurunda bu işi gördü. Zəhranın balalarını cəm elədi, öz oğlun dolandırdı onların başına. Dedi, mənim bu bircə balam sizə fəda olsun. Mən bu evə xanımlığa yox, kənizliyə gəlmişəm. Mənə də, balama da şərəfdir sizin yolunuzda fəda olmaq. Mədinədən karvan çıxanda Ümmülbənin Əbəlfəzi çağırdı. Dedilər, ağa, anan çağırır. Gəldi, anan nə əmrüz var? Dedi, gedirsən Kərbəlaya, əgər sən sağ qaydasan, Hüseyn şəhid ola, südümü sənə halal eləmərəm. Belə yola saldı oğlunu. Əbəlfəz ağanın qızlara xüsusi məhəbbəti vardı. Qızlar da əmlərin çox istəyirdilər, Hüseynin körpə balaları, qızları. Hamı gedəndə döyüşə qızlarla vidalaşırdı. Əbəlfəzin taqəti olmadı vidalaşmağa. Ona görə suyu bəhanə elədi, çıxdı. Gəldi, dedi ki, mən gedirəm su gətirməyə. Xeymədən məşqləri, su qablarını götürəndə qızlar nigaran oldular. Dedi, darıxmayın, gedirəm su gətirib gəlirəm. Çünki o vidanın çətinliyinə dözə bilmirdi. Ona görə də su adı ilə çıxdı. İnşallah deyilər, gələn gecələrdə nə oldu? Hamınız da bilirsiniz. Birdən atdan yerə saldılar. Atdan yerə salanda heç vaxt İmam Hüseyni dillər qardaş səsləməmişdi. Həmişə ağa deyərdi, mövla deyərdi. Buradakı çətin gün idi, üz tutub xeymələrə səslədi, qardaş ölürəm. Atdan yerə düşəndə İmam Hüseyni qardaş adı ilə çağırır. Qardaş səsləyir. Bu məqamda Zeynəb deyir, gördüm Hüseyn əlin apardı, qoydu belinin üstünə. Əvvəl soruşdu ki, bacı bu kimin səsidir? Bilirdi Əbəlfəzin səsidir. Özünü inandırmaq istəmirdi. Deyir, dedim, qardaş Əbəlfəzin səsidir. Deyir, əlini qoydu belinin üstünə. Tarixdə var İmam Hüseynin bu sözü. Əl-an inkəsərə zəhri. İndi mənim belim sındı. Deyir, ağlaya-ağlaya gəldi qardaşının başının üstünə. O qanla dolan gözlərin Əbəlfəz ağa açdı. Dedi, Hüseyn, elə bilmə ədəbsizlik elədim. Heç vaxt olmadı, sən gələsən, ayağa durmayam. Bədənimdə qol yoxdur, duram ayağa. Ondan sonra dedi, Hüseyn, səni and verirəm o qabırğaları sınan anan Zəhraya. Məni bu vəziyyətdə xeymələrə aparma, uşaqlara su söz vermişəm. Uşaqlardan xəcalətliyəm. Hər il mən bu müsibəti demişəm, bəlkə 10 ildir demişəm, amma çox xoşum gəlir o xanımın adından Həzrəti Ümmülbəninin. Bəqidə də onun ziyarətinin xüsusi təsiri var insana. Allah qismət eləsin, gedəsiz Mədiniyə, Bəqi qəbristanına, görərsən bir imamları ziyarət edirlər, bir də o xanımın qəbrinin yanında həmişə insanlar dayanıb. Bilmirəm nədirsə, bir nəfər deyə bilmədim o kimin qəbridir. Yaxınlaşanda ürəyim yandı, yanımdakından soruşdum, bu kimdir, dedi, Əbəlfəz anasıdır. Çünki Bəqidə bəlkə indiyəcən onun nalə səsləri hələ də eşidilir. Yazırlar tarixdə, oturardı Bəqidə, elə ağlayardı, düşmən də biganə keçmirdi. Elə yana-yana ağlayardı. Kərvan qayıdır Mədiniyə, Əbəlfəz ağanın balaca oğlu qalıb, bir də anası qalıb Mədinədə. Oğlanın balasının Ubeydullah dillər adını, bir təzə paltarı var, deyir, saxlayıb ki, atam gələndə geyinəcəm. Bir gün səs düşür ki, Hüseynin kərvanı qayıdır. Uşaq sevinə-sevinə gedir, bayram libasını, təmiz paltarların geyinir. Hər kəsin evində balaca uşağı var. Bilir ki, uşağın atadan ayrılmağı nə qədər çətin olar. Deyir, o bayram libasını geyinir, nənəsinin əlindən tutur gəlir. Bəşir deyir, gördüm uzaqdan Əbəlfəz anası gəlir. O da o kərvanda idi. Deyir, öz-özümə dedim, Allah necə deyim, 4 oğlu öldürüblər. Deyir, yaxınlaşan kimi məndən birinci soruşduğu söz bu olur ki, Bəşir, Hüseynimdən nə xəbər? Deyir, mən dedim, xanım, başın sağ olsun, Hüseyni şəhid elədilər. Deyir, mən bunu deyəndə gördüm, əyildi, o balaca uşağın boğazından, dodağından, üzündən öpdü. Dedi, bala, başın sağ olsun, yetim qaldın. Deyir, dedim, xanım, mən demədim Əbəlfəz öldürüblər. Mən demədim Əbəlfəz şəhid olub. Mən dedim, Hüseyni şəhid eləyiblər. Dedi, oğlu mən böyütmüşəm, qeyrətim bilirəm. Mümkün deyil Hüseyn şəhid ola, mənim oğlum, mənim balam sağ qala. Mən Əbəlfəzlimi tanıyıram. Ondan sonra gəldi Bəqi qəbristanına.
tarixdə onun o sözləri qalıb. Dedi, əvvəlfəz mən Kərbəlada olmadım, amma xəbər verdilər, heç inana bilmirəm, deyirlər əvvəl sənin sağ qolu kəsdilər. Kim cürət elədi? Sonra sənin sol qolu kəsdilər. Eşitmişəm gözünə ox vurublar. Deyir, ağlayır. Ondan sonra deyir, canım oğlum, canım Əbbas. Kaş orada olaydım, məni yandıran bir şeydir ki, kaş orada olaydım, səni atdan yerə salanda başını alardım dizimin üstünə. Elə yandırır məni, başının üstünə gələn olmadı. Bu şeiri çox gözəl yazıb xanım Zeynəbin dilindən, məni çox yandırır. Deyir, o zaman Zeynəb gəldi qabağa, o Zeynəbi görmürdü, bu sözləri deyirdi. Xanım Zeynəb Ümmülbəninin bu sözlərini eşitdi, gəldi qabağa. Dedi, bu mətləbi bil, yanma çox fəraqinə. Ümmülbənin yerə yıxılmadı, aldı anam qucağına. Əla lənətullah ələl qavmiz zalimin, la havlə və la quvvətə illa billah əl-aliyyil azim. Əbəl fəzlim ey vay, ələmdarim ey vay, əbəl fəzlim ey vay, ələmdarim ey vay, əbəl fəzlim ey vay, ələmdarim ey vay, əbəl ələmdarim ay boyanıb durqana vəfali qardaşım yatıbdı çöllərdə yaralı qardaşım əbəl fəzlim ey vay ələmdarim ey vay bu zəmin səsi deyil ki, əbəl gərək səsin gedə Kərbəlaya. İmam Hüseyin gərək sənə qulaq asa ki, mənim qardaşıma mənim dilimdən eyvay deyirlər. Əbəl fəz vay boyanıb durqana vəfali qardaşım yatıbdı çöllərdə vəfali qardaşım əbəl fəzlim ey vay ələmdarim ey vay əbəl fəzlim ey vay ələmdarim hər yerdəsin ucadan deyin ey vay əbəl fəzlim ey vay ələmdarim ey vay bazım Zeynəb dedim yol gözlür ağlatmam bazım Zeynəb dedim yol gözlür ağlatma qaldır biz zülmətdə ay gözəl ay batma İqbalim misali pərçəmin yatıbdı sən bir zəhra səndə pərçəm kimi yatma əbəl fəzlim ey vay ələmdarim ay maşallah bundan da güzel denen əbəl tələsmə ay dodağımdan
üstünde eyleştim bir denge. Her taraf ben Zeynep, üstüme taş geldi. Ben ay maşallah ben ay leblerinden bildim serdarim et şandı. Leblerinden bildim serdarim et şandı. Dodağım namıktım, dodağlarım yandı. Nehri aldım dedim, neden içmedim su? Dodağlarım dedi, Ekber'e kurbandı. Ben bir de Belfast. Vay gördüm danışmıyor, kalbime gam geldi. Seslendim ay kardeş, meşgibi kim deldi? Aman aman, aman aman, aman aman ay daday. Sinesi üstünde serdarim süründü. Perçeminden öptü, can verdi, dinceldi. Ben ay leblerinden bildim serdarim et şandı. Dodağımdan öptüm, dodağlarım yandı. Aman 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 aman, ay kardeş, ay kardeş, nehri aldım dedim, neden içmedin su? Dodağlarım dedi, Ekber'e kurbandı. Ben bir de ben bir de bundan da ucadan büyüğün ben bir de bundan da güzel ben ey türbetim haki şefam, ay Kerbela, ay Kerbela, şehre vefam, köye sefam, ay Kerbela, ay Kerbela. Ey türbeti haki, ay hamız ezber bilirsiniz adam, şehre vefa, köye ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela,
Kerbela, ay Kerbela, ay Kerbela, ay sende yatıp bir mahle gam, alem gedadır ol ağam, kurban o gamli toprağa, ay Kerbela, ay Kerbela. Ey kıbleye haru edem, var sende bir baysız beden, çokdur medanın kebeden, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay ay maşallah her yerdəsin, çöldə də dayandan ne uzadan desin. Kerbela'ya zəvvar olağı bu gecə inşallah. Ay Kerbela, ay Kerbela, ay Kerbela, la sende güzel günler yatıp, bir yerde üç dilber yatıp, ay ay ay, sende güzel günler yatıp, bir yerde üç dilber yatıp, kimler? Ekber yatıp, Asgar, ay maşallah, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, kolları bas, kolları bas. Tapdım o gün imtiyaz, açtım sen mehrabinan, kan ile al bir destemaz, ay Kerbela, ay Kerbela. Senden gelir Leyla sesi, bir kez rubakın naresi, soldu susuz kan lalesi, ay Kerbela, ay Kerbela, ay Kerbela, ses ver, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela. Bir de o zaman diye, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela. Ey türbeti hoş-i şefa, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela. Yayel gemlen tufandı kardeş, derya saları eşk, atşandı kardeş. Deryayı elgemden tufandı kardeş, derya saları eşk, atşandı kardeş. Görün necə İmam Hüseyni çağırır. Məşkim kimi sinem olubdi pare pare,
Zəraya qolsuz dizə qaya gəl yəbnə Zəhraya quş tək pər açmışdı Hüseyin oxlar havadan ağırdı Nəxlistan qan Kərbəlada qolsuz durub baxdım düşmənlər vurdu Zəhra anam misli qaldım arada yoxdur gilayəm ya Hüseyin baş yarasından sinəm sınıb aynə tək daş yarasından amma namərdin qardaş gülzarı solsun sinəm sınıbdı Hüseyin başın sağ olsun görün necədir Hüseyin şükür olsun Allah'a axırıncı beytimdir ha məhəbbətlə qulaq asın birinci səfərdə oxuyuram şükür olsun Allah'a çatdım murada Hüseyin oldum sənə qurban Kərbəladan qoy qalsın Əbbasın qanlı minadan nəyə görə qalsın həml olmaz səd para peykər əbadən məni Əli Əkbər kimi apara bilməzən nökər gərək doğransa da çöllərdə qalsın mən aşiqəm başım gərək əllərdə qalsın mən keçdim başdan sevdaya xatir gəlsəm də qardaş Zəhra ya xatir ya Allah ya Allah ya Allah 10 dəfə deyin uzadan ya Allah Ya Rahim, Ya Muqallibel Qulub, Sabbit qulubena ala dinek. İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bu məhərrəmi bizə axır məhərrəm qərar vermə. Məhərrəmin hər gecəsinin feyzindən, aşura feyzindən bizi binəsib eləmə. İmam Hüseyin ağanın həqiqi əzadarlarından qərar ver. Kimin nə dərdi var, nə hacəti var, dərdin götürüb İmam Hüseyin qapısına gəlib. Səni and verirəm Babul Həvaic Həzrət Əbəlfəz hörmətinə. Hamımızın dərdlərimizə dərman elə. Şər'i olan hacətlərimizi rəva elə. Xəstələrimizə xüsusən nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Ölənlərimizə rəhmət, qalanlarımıza haqqa hidayət elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Bunlar ki, məndən dua istəyirlər, iltiması dua deyirlər. Sənə and verirəm məhərrəmi Seyyid-i Şühədaya. Hamısının hacətlərini rəva elə. İşğal altında olan Qarabağımızı düşmən tapdağından azad elə. Dağların azadlığı yolunda canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə. Vətən keşiyində dayanan əskərlərimizi yerin göyün bəlasından hifz elə. İlahi dünyada İmam Hüseyin ağanın Kərbəlasının ziyarətindən, qiyamətdə şəfaətindən bizi bir
nəsib eləmə. İlahi bu naqis, naqabil, kiçik əməllərimizi öz böyüklüyündən bizdən qəbul elə. İmam-ı zamanı bizdən razı və xoşnud elə. Ağamızın zuhurun tez elə. Haqqı Muhammedin və alih və bi haqqı suretil mübarəketil Fatihət mə'əs salavat.